5-ci qrupa hazırlaşan abituriyentlərin və valideynlərin diqqətinə dizayn ixtisasında artıq qaydalar dəyişdi. Yəni burada artıq qabiliyyət imtahanı əsas götürülməyəcək, əsas buraxılış imtahanı nəticəsi götürüləcək. Bu kim üçünsə sevindirici, kim üçünsə üzücü xəbər oldu. Niyə? Çünki bəzilərin əl qabiliyyəti çox yaxşı idi, qabiliyyət imtahanına yüksək nəticə toplayardı və buraxılış nəticəsi aşağı olmağına baxmayaraq istədiyi bir yerə, hətta pulsuza düşə bilirdi. Lakin bəziləri üçün isə qabiliyyət nəticəsi aşağı olduğu üçün buraxılış nəticəsi yüksək olmağına baxmayaraq istədiyi yerə düşə bilmirdi və hətta bəzən kəsilirdi. Və hətta kolleci bitirən bir şəxs yüksək nəticəsi olduğuna görə universitetə qəbul ola bilirdi, amma abituriyent qəbul ola bilmirdi. Yəni artıq bu qayda dəyişirildi. Təhsilinizə sənət müəllimliyi ixtisası kimi qabiliyyətdən məqbul almağınız və buraxılış imtahanından müsabiqə balını toplayıb, yəni yüksək bal toplamağınız kifayət edir. Ətraflı məlumat üçün isə bizim şirkətə müraciət edə bilərsiniz.